Deməli mən Moskvadayam. Artıq 3-4 gündür buradayım. Bura çox istidir. 28-30 dərəcə hardasa isti var. Dünən də 28 idi, bugün də 28. Aşağı 30, 100 idi. Oy, 30 idi. Amma mən burada lüt adamlar görmədim. İsti deyib də lüt gəzənlər görmədim. Amma bizdə yay gəlməmiş. Lütlənir insanlar. Niyə? Maraqlı deyil mənim üçün. Çox maraqlı deyil belə. Yəni adam isti olub lütlənir. Bəlkə mən bilmirəm. Mən indi baxıram Instagram, sosial şəbəkələr üzrə ən həyasız, ən abırsız insanlar. Mən sosial şəbəkələr üzündən deyirəm ha. 1-2% yaxşılardan uzaq, 1-2% yaxşılardan uzaq. Ən abırsız, ən həyasız insanlar, yenə təkrar edirəm, sosial şəbəkələr üzərindən deyirəm. Başqa adamlarda işim yoxdur. Azərbaycanda yaşayır. Yaxşılardan uzaq. Vay, abırsızlıq nə baş verir ümumiyyətlə? Həkimləri mən baxıram, kişi həkimləri. Ölün də yerə girin. Bütün çılpalılık, siz sənətinizə, öz peşənizə arxalanaraq, bütün çırpalıqları ilə hər şeyi açıq danışırsınız. Ay kişi sizsiz. Olmaz. Son demək istəyirsiniz də pasiyentinizi çağırın, kabinetdə danışın da. Bu ayıp da axı. Ayıp deyilən bir şey var. Mən başa düşürəm, bəzi və bir çox Azərbaycanlılar üçün, yenə deyirəm, sosial şəbəkələr üzündən deyirəm, abır sözü qalıb, sadəcə o abır. Amma özü qalmayıb. Abır gözəl şeydir, olan üçün. Vallahi olan üçün. Müasirlik də deyib, hər şeyin belə ağın yox, belə zibilin çıxartdı, içinə girdiniz. Allah and olsun xristiyanlar bizim, deyirəm, yaxşılarımızdan, bizim bəzi və bir çox qadınlarımızdan çox abırlıdılar. Çox olduqca. Kimə güldük? Başımıza gəldi. Allah, sən bizi bağışlama. Deyirlər Allah bağışlayandır, bizi bağışlama, bizim günahımız çoxdur.